Salam değerli TikTok ve YouTube Short izləyiciləri. Değerli izləyicilərimiz 9 sotun içində 9 otaqlı evimizin təqdimatındayıq ki, istəyirəm ayaq hissədən başlayayım ki, maşallah olsun. Evi gəz-gəz bitmək bilmir həqiqətən də. Değerli izləyicilərimiz, bu daxil olduğum mətbəx evimizin yay mətbəxidir. Bu bir mətbəxidir. 2 dənə mətbəxi var, yay mətbəxi. Bu bir mətbəxidir. Mətbəx mebelинə qədər hazır vəziyyətdədir. Daxil olan bura əldamımızı görürsünüz. Artıq balan, banka yığmaq üçün, bağlamaq üçün də qəşəng yerdir. Bura bizim sanitar qovşağımızdır, çöl tərəfin. Dəyərli izləyicilərimiz, bura bizim hamamımızdır, görürsünüz. Və bu da bizim kombi otağımızdır ki, rahat bir şəkildə yenə də orada artıq əşyalarınızı yığmaq üçün yerimizə qədər mövcuddur. Həqiqətən də çox möhtəşəm, çox böyük, geniş həyət bacası var. Sizi inandırım ki, gəz-gəz bitmək bilmir. Burada baxın, belə bir gözəl, qəşəng itimiz də var ki, ev sahibi nə dedi? Dedi ki, təbii ki, bunu alan adama hədiyyə eləyə bilərəm. Bu həyətin, bacanın maşallah olsun şiri aslandır ki, buranı qoruyur. Dəyərli izləyicilərimiz, buranı hal-hazırda ev sahibi bağladı. İçərini göstərmək istədim ki, bağımız, bağçamız da içəri tərəfdə mövcuddur. Toyuqların əldamısına qədər hər bir şey hazır vəziyyətdədir. Gedə-gedə belə də göstərə bilərəm. Baxın. Çok qəşəng, möhtəşəm bir evdir, çox səliqəli. Hər bir şeyin ən keyfiyyətlisindən istifadə olunub, çünki şəxsi özü üçün tikilmiş bir evdir. Bura bizim ikinci yay mətbəximizdir ki, görürsünüz, boy-boy, divarı, padaloka hər tərəfi apşıqqa ilə hörülüb, hazırlanıb. Və burada cütdaşda, bunu da demək istəyirəm ki, bəziləri yay mətbəxi eləyəndə çöl tərəfdə təkdaşı eləyirlər. Burada cütdaşda, görürsünüz, dəyərli xanımlar. Siz inanırım ki, yayda heç buradan insan çıxmaq istəməz. Bura bizim evimizin üz görünüşüdür. Təbii ki, ətraflı şəkildə tam göstərmək istəyirəm ki, tamına görürsünüz yəqin ki, evimizin genişliyini, böyüklüyünü, eyvanlarına qədər çox möhtəşəm bir evdir. Daxil oluruq evimizin iç hissəsinə. Bütün pəncərələrimizin hər birinin dəmir barmaqlarına qədər mövcuddur, dəyərli izləyicilərimiz. Ya Allah deyirəm, daxil olam evimizin iç hissəsinə. Değerli izləyicilər, içəri girişdə baxın, belə bir dəhlizimiz var ki, tavan hündürdür. Evimizin çox qəşəng, müsbət bir aurası mövcuddur. Çox səliqəli və keyfiyyətli materiallardan istifadə olunub. Daxil olan xanımları nəzərə alaraq ilk öncə mətbəximizdən ki, dəyərli xanımlarımız, çox qəşəng, şirin, səliqəli, baxın, boy-boy mebelinə qədər yığılmış belə bir mətbəximiz mövcuddur ki, pəncərəsi də öz həyətinə baxır. Daxil oluram qonaq otağına ki, dəyərli xanımlar, dəyərli bəylər, həqiqətən də ki, bu arada bunu da deyim ki, evimizin içində əşyalar 80% qalır və keyfiyyətli materiallardan istifadə olunmuş əşyalar alınıb. Eyni zamanda özü də evin keyfiyyətli materiallardan hazırlanıb. Bura bizim bir yataq otağımızdır ki, evlatlarımız üçün nəzərdə tutulub və dəyərli bəylər, dəyərli xanımlar. Bunu deyim ki, yataq otaqlarının ölçüləri də genişdir. İstədiyiniz yataq dəstlərini rahat bir şəkildə yerləşdirə biləcəyiniz genişliyə malikdir. Maşallah olsun ki, 9 sotun içində 9 otaq sizə az gəlməsin. Geniş ailələr üçün 2 qardaş bir evdə yaşayırsa rahat bir şəkildə bu evi alıb istifadə edə bilər. Çünki üst mərtəbəsində mətbəx mövcuddur, alt mərtəbədə də mətbəx mövcuddur. İndi keçirik birinci mərtəbənin sanitar qovşağını sizə təqdim eləmək istəyirəm ki, bura bizim hamam otağımızdır ki, görürsünüz, genişdir. Kafe metlağına qədər hər bir şey hazır vəziyyətdədir. Bura bizim sanitar qovşağımızdır, dəyərli izləyicilərimiz. Və bunu da demək istəyirəm ki, pillələri göstərmək istəyirəm ki, dəyərli izləyicilər, keyfiyyətli materialdan istifadə olunub, həqiqətən də ki, çox qəşəng, səliqəli hazırlanıb. Qalxırıq ikinci mərtəbəmizə. Sizi inandırım ki, ev məni o qədər belə özünə qapandırıb ki, belə deyək də, o qədər cəzb edib ki, bayaqdan sağı solu seyr eləyə bitmir. Boy-boy, bura bizim ikinci mərtəbəmizin qonaq otağıdır ki, tamına, bayaqlar Rövşən bəylə bərabər ölçdük. Dəyərli izləyicilərimiz, tamına 14 yarımın 6-ya, 14 yarımın 6-ya möhtəşəmdir. Bura bizim ikinci mərtəbəmizin mətbəxidir, görürsünüz. Səliqəli, gözəl. Və bunu deyim, həqiqətən də ev geniş olduğu üçün gəz-gəz, nəfəs-nəfəsə qaldım. Və dəyərli izləyicilərimiz, bura bizim bir yataq otağımızdır, görürsünüz. Həqiqətən ölçülər də çox genişdir. Bura bizim ikinci mərtəbənin deməli ikinci yataq otağıdır.
Və bu da bizim ikinci mərtəbəmizin dəyərli izləyicilərimiz. Üçüncü yataq otağıdır ki, bütün yataq otaqlarının ölçüləri bir-birindən həqiqətən də genişdir və buradan belə eyvanımıza çıxış mövcuddur. Neyindi siz Rövşən bəy? Sağ. Maşallah olsun, deyirəm ev o qədər böyüdü ki, gəzə-gəzə təngə nəfəs qaldım. Daxil olan dəyərli izləyicilərimiz 3-cü mərtəbəmizdəki tam ətraflı şəkildə sizə göstərim. Boy mansardan ibarətdir. Çəkilişi ilk öncə oradan başlamışdıq. Çox səliqəli və çox gözəl, keyfiyyətli materiallardan istifadə olunmuş bir evimiz var. Və bu evimizin də qiyməti dəyərli izləyicilərimiz 150.000 manatdır və real alıcıya endirimi olunacaq. Boy apşıpqadır, görürsünüz hər bir tərəfi. Bura bizim mansar hissəmizdir ki, buradan təkrardan göstərmək istəyirəm ki, dəyərli izləyicilərimiz, eyvanımıza çıxış mövcuddur. Və buradan da tam günəşliyə qədər, tam dənizə qədər hər bir şey ayağınızın altındadır, tam şəkildə görünür dəyərli izləyicilərimiz. Təkrarlayıram, qiymət 150.000 manata deyilir və real alıcısına endirimi də olunacaq.